Salam, hər vaxtınız xeyir olsun. Demək bugün əmizar mövzusuna dair cümlələr qurmaqla bağlı bir neçə belə deyim, izah verəcəm. Deməli baxırıq, tutalım ki, bir cümlə qururuq və cümlədə dakı-dəki şəkilçisi var. Belə olduqda ehtiyatlı olmağınızı tövsiyə edirəm. Çünki dakı-dəki şəkilçisi elə dadə şəkilçisidir. Yəni in, un, ət necə ki dadə bildirir. In içində mənasında, onun üstündə mənasında, ət ümumi mənada. İn bir şeyin içində, mütləq şəkildə içindəyəm. Amma məsəl üçün yuxarıda WhatsApp-dan gələn mesajlar üçün çox üzr istəyirəm bu arada. Məsələn, məktəb kimi bir yerdə, böyük bir müəssisədə, o müəssisənin içində hər şey var. Belə olan çağda mən məktəbdəyəm deyirəmsə, artıq ətdən istifadə edirəm. Çünki orada nəyin içindəyəm demirəm. Sırf konum atıram sanki, ümumi ətdən istifadə edirəm. Hətta saat 9-da deyəndə də oradakı dadə üçün ətdən istifadə edirəm. Dadə məkan bildirən şəkilçidir. Dakı-dəki də eynən məkan bildirən şəkilçidir. Yəni ingiliscə dakı-dəki dadə ayrımcılığı yoxdur. Görürük ki, məsəl üçün deyirəm ki, hə, mənim telefonum stoldadır. Çox rahat bir şəkildə my phone is hardadır? Stolda. On the table. Bu çox rahat bir cümlədir. Burada heç nə yoxdur. Desək ki, stoldakı telefon mənimkidir. Bax burada stoldakı telefon mənimkidir deyirik. Əzizlərim, baxırıq ki, burada haqqında danışdığım mənim telefonum, məlumatım isə stolda olmasıydı. Amma burada haqqında danışdığım stoldakı telefondur, məlumatım isə mənimki olmasıdır. Aha, telefon stoldakı demək istəyirəm. İlk öncə telefondan başlayacağım. Niyə? Çünki yadda saxlayın, məkan obyekt əlaqəsində məkandakı obyekt dediyimizdə biz obyekt sonra məkandakı deyirik. Yəni Azərbaycan dilindəki kimi məkan öndə gəlmir. Çünki əsas olan mənim üçün obyektdir, haqqında danışdığım obyektdir. Onun məkanı mənim üçün önəmsizdir. Yəni dolayısıyla mən telefonu gətirib qoyacağam stolun üstünə. Sonra deyəcəm ki, is mine. Mənimkidir. Əssalam. Burada çətin bir şey yoxdur. Azərbaycandakı insanlar dediyimizdə the people in Azerbaijan şəklində deyəcəyik artıq. Artıq stoldakı açar deyəndə the key on the table deyəcəm. Şəhərdəki turistlər desəm the tourists in the city deyəcəm. Yəni burada çətin bir şey qətiyyən yoxdur. Misal, gəlin deyək ki, evdəki qonaqlar narahatdır. The guests at home are worried. Bu şəkildə ifadə eləyəcəyəm. Sual verəndə təbii ki, uşaqlar biraz belə deyim, ara verir, düşünür. Burada düşünməklik bir şey yoxdur. Baxın, mənim bir dənə qayda deyəcəm sizə. Bunu tətbiq eləsəz, vəssalam, yəni düşünməklik bir şey qalmayacaq. Sadəcə Türkan müəllimə gördünüz ki, sizə sual verir ki, hə, bu sualı qur. İntonasiyanı gördünüz ki, sual intonasiyasıdır. Am, is, are, belə başlayın cümləni. Is filan şey belə, are filan şey belə. Çünki ingilislər istər, istəməz nəyin sənəsə olmağını bildirmək üçün olmağı önə keçirdir ki, olmaq mı bu belə? Is the phone on the table is mine? Olmaq mı telefon stolun üstündəki mənim? Bu şəkildə. Olmaq mı evdəki qonaqlar? Bax, are the guests at the home worried? Olmaq mı qonaqlar hansı evdəki narahat? Bax, bu şəkildə olur. Deməli, deyək ki, məsəl üçün, stolun altındakı əşyalar yenidir. Nədən danışıram? Hər dəfə özünüzə bu sualı verin. Hər dəfə. The things. Özünüzdən heç nə artırmayın. Nə eşidirsinizsə onu deyin. Özünüzdən əlavə şəkilçi lazım deyil. Cümləyə qulaq asın. Nə varsa onu artırın. Nə tələb olunursa onu eləyin. Məsələn, deyirəm ki, stolun altındakı əşyalar. Burada əşyalar məkanı sonra gətirirəm. Altında nədir? Bax, içində indi
Bu da içindəlik bildirir. Ət də onun üstündəlik bildirir. Bu da altındalıq bildirir də. Bu da öndə gəlir təbii ki. In, on, ət kimi bu da öndə gəlir. Çünki yer bildirən sözlər şəkilçiz qismindədir. Şəkilçi sayılır. The things under the table. The things under the table are new. Bax, bu şəkildə olacaqdır. Çətin bir şey yoxdur. Videonun davamı olacaq təbii ki. Cümlə quruluşum başa düşdüsə, növbəti videonu yer bildirən prepositionlarla davam eləyəcəm inşallah.